Hiss etmişsinizmi? İnsanlar arasında səmimiyyət azalıb. İnsanlar arasında bir-birinə olan inam azalıb. İnsanlar arasında münasibətdə saxtakarlıq çoxalıb. Münasibətlərdə yalan çoxalıb. Riyakarlıq çoxalıb. Niyə görə? Səbəbini deyə bilərəm. Ona görə ki, insanlar hamısı öz cibini fikirləşməyə başlayıb. Pulu fikirləşməyə başlayırlar. Bütün günü pul haqda fikirləşirlər. Bütün varlıqları puldur. Buna görə insanlar da yaxınlığa pul nöqteyi nəzərindən, maraq nöqteyi nəzərindən yaxınlaşırlar. Buna görə saxtakarlıq artır. Buna görə riyakarlıq artır. Buna görə insanlar bir-birindən uzaqlaşırlar, insanlar bir-birinə yadlaşırlar. Və hamı bilir ki, qarşındakı adam ancaq müəyyən maraq müqabilində ona yaxınlıq edə bilər, ona mehribanlıq göstərə bilər və bilir ki, bu mehribanlıq saxtadır. Ona görə insanlar arasında yadlıq daha çoxalır. Həyatın mənası pulda görülür. Elə düşünülür ki, əgər pulun varsa sənin hər şey olacaq, hörmətin olacaq, nüfuzun olacaq. Lakin unudurlar ki, bu hörmət də, nüfuz da əgər pula görədirsə, bu saxta nüfuzdur, saxta hörmətdir. Bu münasibət də saxta münasibətdir. Beləliklə, insanlar pul ardınca qaçmaqla, pulu hər şeydən üstün tutmaqla əslində bir-birlərinə qarşı yadlaşırlar, uzaqlaşırlar və bu reallıq bu günümüzün vəziyyətini əks etdirir. Gələcəkdə necə olacaq bilmirəm. İndi həyat göstərər. Lakin reallıq budur ki, insanlar arasında yadlıq, uzaqlıq, soyğuluq, laqeydlik artır, biganəlik artır. Səbəbi də insanların pulu hər şeydən üstün tutmalardır. İnsanların pula aludə olmalardır. Var dövlətə pula həddən artıq üstünlük vermələrdir. Nəticədə insani münasibətlər arxa plana keçir və insanlar bir-birinə soyuqlaşırlar. Hətta deyərdi ki, nəinki soyuqlaşırlar, bir-birinə qarşı qəddarlaşırlar, amansız olurlar, bir-birinə qarşı zülmkar olurlar və bir-birinə